Əli Kərimlinin həbsi ölkədə baş verən fasiləsiz repressiya siyasətinin davamıdır. Bu həbsdən əvvəl Azərbaycanda 30-dan çox jurnalist, bloger həbs edilmişdir ki, bunlardan da onu Azərbaycanın gənc xanımlarıdır ki, bu gənc xanımların da evdə evlatlar, az yaşlı uşaqları vardır. Bundan başqa bu günlərim Azərbaycanda insan hüquqlarının dözülməz vəziyyəti o dərəcəyə çatıb ki, yəni keçən illə müqayisədə, keçən ilin dekabr ayında əgər Azərbaycanda 107 siyasi məhbus varsa, indi Azərbaycanda 420-dən çox rəsmi siyasi məhbus vardır. Üstəgəl, Əli Kərimlinin də həbsi, əgər aldığımız informasiyalar təsdiq olarsa, tanınmış vəkil Namizəd Səfərovun da adı bu siyasi dustaqlar siyasına əlavə ediləcəkdir. Əli Kərimlinin həbsində məqsəd ölkədə birinci xof yaratmaqdır. Yəni Azərbaycan xalqına hakimiyyət mesaj verir ki, biz əgərlərin siyasi partiya fəallarına və liderlərini həbs ediriksə, adi bir vətəndaşın həbsi bizim üçün elə böyük bir problem yaratmayacaqdır. Bəs bu həbsin arxasında hansı mürtəci bir məqsəd var? Hesab edirəm ki, ən böyük məqsəd ehtimal olunur ki, 2026-cı ildə Azərbaycanda böyük siyasi dəyişikliklər olacaqdır. Yəni, Azərbaycanda parlament seçkiləri, parlament buraxa bilər, parlament seçkiləri keçirilə bilər. Bugünkü parlament hakimiyyətin maraqlarını təmin etsə də, yeni parlament Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tam tərəfdarları ilə təşkil olunması nəzərdə tutulub. Belə bir məqamda ölkədə hakimiyyətin belə saxta seçki keçirilməsinə müqavimət göstərən ictimai-siyasi fəallarla yanaşı ən böyük müqavimət Azərbaycan Xalq Cəbhəsindən gəlinməsi ehtimal olunur və buna görə də hakimiyyət bu parlament seçkisini maneəsiz həyata keçirmək istəyir ki, buna görə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiya fəallarını şər böhtanla həbsxanalara salmışdılar. İkinci böyük ehtimal ondan görsənir ki, ən böyük ehtimallardan da biri ola bilsin ki, ölkədə hakimiyyət dəyişikliyinə start verilsin. Yəni, ilin ortalarında İlham Əliyevin istefa verməsi və hakimiyyətin bir ailə üzvündən digər ailə üzvünə ötürülməsi prosesi baş versin ki, bu prosesdə də narazı qüvvələri, siyasi partiya lider və aktivlərini seçkidə iştirakının qarşısı alınsın. Mən belə hesab edirəm ki, Azərbaycanda bu proses baş vermə ehtimalı çox böyükdür. Yəni, əslində bu həbsin arxasında Azərbaycanda hakimiyyətin və parlament seçkilərin siyasi alternativi olmadan hakimiyyətin dəyişdirilməsi və parlamentin formalaşdırılması siyasəti durur. Buna görə də Əli Kərimlini həbs edib gündəmə gəlmişdir. Hesab edirəm ki, bu həbs qeyri-qanunudur. Beynəlxalq təşkilatlar da öz münasibətini bildirmişdir və Amerika Konqresi də münasibət bildirərək bildirmişdir ki, Azərbaycanda qanunsuz bu kütləvi həbsləri həyata keçirən yüksək rütbəli məmurlara Amerika Konqresi tərəfindən sanksiyalar xəbərdarlığı gəlmişdir. Bununla yanaşı bildirim ki, keçən illərim Avropa Şurası Azərbaycana müəyyən vaxt vermişdir ki, Azərbaycandakı siyasi məhbusların azad olunması öhdəliyinə əməl etsin. Azərbaycan bu öhdəliyi əməl edəcəyini bildirsə də, əksinə ölkədə repressiyaların sayını günü-gündən artırır. Onu da qeyd edim ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına üzv olarkən beynəlxalq öhdəliklər götürmüşdür. Bu öhdəliklər nədən ibarətdir? Bu öhdəliklər Azərbaycanda insan hüquq və azadlarının hörmət edilməsi, Azərbaycanda ədalətli parlament və prezident seçkiləri keçirilməsi, ölkədə iqtisadi və siyasi islahatların aparılması öhdəliyin götürsə də, bunun əksinə siyasi fəaliyyət göstərir. Avropa Şurası Azərbaycana xəbərdarlıq etmişdir ki, əgər Azərbaycanda həbslər davam edərsə, Azərbaycan Avropa Şurasından qovula bilər. Bu da xalqımız üçün böyük bir faciə gətirib çıxara bilər. Nə üçün mən belə düşünürəm? Ona görə ki, bu günlərin dünya sivilizasiyasının mərkəzi Avropadır.
Əgər biz dünya sivilizasiyasının mərkəzinə inteqrasiya siyasətindən uzaqlaşsaq, Avropaya inteqrasiya edə bilməsək, bizcə də yolumuz qalır. Ya Asiya, ya da Afrika ölkələrinə inteqrasiya etmək, onlarla siyasi əlaqələr qurmaqdır ki, bu ölkələrdə də insan haqları heç bir rol oynamır, demokratiya rol oynamır, prezident və parlament seçkiləri saxta keçirilir, hakimiyyət istənilən şəxsin iradəsi ilə dəyişilir. Bu da Azərbaycanda dəyişməyən uzun müddətli hakimiyyətinin ömrünün daha da uzun müddətli olmasına səbəb ola bilər. Əziz həmvətənlər, çox böyük bir ürək ağrısı ilə deyirəm ki, Azərbaycanda belə bir mətbuatda fikir formalaşır ki, dövlət səviyyəsində Azərbaycanda referendum keçirdik, konstitusiyalı monarxiya sisteminə keçmək lazımdır. Yəni, ailə hakimiyyətini qanunlaşdırmaq lazımdır. Əslində, bu konstitusiya ilə ailə hakimiyyətinin davam etməsi qanunlaşmasa da, qeyri-rəsmi olaraq ailə hakimiyyəti uzun müddətdir, 32 ildir ki, hakimiyyəti idarə edir və bundan sonra nə qədər idarə edəcəyi də bizə məlum deyildir.